Salam, hər vaxtınız xeyir olsun. Xəbərexpress.az saytının daimi izləyiciləri, daimi tamaşaçıları, hər birinizi xoş gördük. Bəli, bu gün biz özəl bir gündə burada yığışmışıq. Təşəkkür edirəm. Bir neçə təşəkkürlərim var təbii ki, onları çatdırım. İlk təşəkkürüm Xəbərexpress.az saytının rəhbəri Ruhiyyə Eldar qızına. Çünki onun təşəbbüsü ilə Azərbaycana, belə deyirlər də, Bakıdan Gədəbəyə gəlin köçən müğənnilərimiz olub. Və hal-hazırda Türkiyədən Azərbaycana öz səsi ilə, avazı ilə gələn Şəlalə Can Səs, gözəl, dəyərli, məlahətli səsli müğənnimizin mətbuat konfransına yığışmışıq və onun klipinin təqdimatını eləyəcəyik. Və burada media nümayəndələri var. Hər biriniz xoş gəlmisiniz, dəyərli həmkarlarım. Və burada gözəl xanımlar var, medianın dostlarıdır. İlk olaraq Xəbərexpress.az saytının rəhbəri Ruhiyyə Eldar qızı. Ruhiyyə xanım, xoş gördük sizi və sizlərlə bir yerdə olmaq bizim belə deyim də, biz sizin necə personal işçilərinizi və hər zamanda bir rəhbərimiz kimi sizinlə fəxr edirik, təşəkkürümüzü bildiririk və alqışlayırıq. Və elə bax, belə bu sıradan gəlmək istəyirəm. Vokalist, bəstəkar, müğənni və bir çox gözəl ifaların aranjmanını hətta edən Emil Elmanoğlu. Siz də burada görmək xoşdur bizə. Xoş gəlmişsiniz və növbəti qonağımız Nigar xanımdır. Selcan Akademiyasının vizajı, stilisti, kiprik ustası, bir çox, yəni ümumiyyətlə belə deyim də, Selcan Akademiyasında işləyən hər bir xanım öz işinin peşəkarlarıdır. Təşəkkür edirik vaxt ayırıb gəldiyinizə görə. Eksklüziv xəbərlərin, təbii ki, eksklüziv xəbərlər.az saytının redaktoru Mətanət xanım, siz də xoş gəlmişsiniz, hər birinizi salamlayırıq. Selcan Akademiyasının rəhbəri, eyni zamanda Xəbərexpress.az saytının redaktor mavini, xeyriyyəçi xanım, müəllimə və onun, belə deyim də, sayın belə bitirmişik tələbələrimiz var. Aytəkin Məmmədova, alqışlayırıq, xoş gəlmişsiniz. Sumqayıt regional xüsusi müxbiri Murad Qaflanov, xoş gəlmişsiniz. Elnarə Əliyeva bizim Xəbərexpress.az saytının redaktorudur. Xoş gəlmisiniz siz də. Xəbər Time saytının rəhbəri Yeganə Telman qızı qələmi ilə göz önündə olan dəyərli sayt rəhbərimiz, xoş gəlmisiniz siz də. Əziz izləyicilərimiz, Əhməd Pərvizoğlunu mən belə təqdim etmək istəyirəm. Belə loru formada deyəcəm. Bax, bu əldə duz olmadısa, bax, belə də olur. Əlinin duzu yoxdur, amma çox savadlı bir prodüserimizdir. Yəni, izləyənlər özlərinə götürməsinlər. Yəni, kimlərlə işləmişsən, əl duzu məsələsindən danışıram. Və bugündən etibarən bizim dəyərli günümüzün ulduzu Şəlalə Can Səsin prodüseri olacaq. Və bir yerdə sizə indidən belə xeyirli, uğurlu olsun deyirik. Və bizim operatorumuz, hər zaman əziyyətimizi çəkən Xatirə Məmmədova, sizi də salamlayırıq, bizimlə birlikdədir. Ləman, bizim dəyərlimiz Ləman xanım, var olasınız. Ruhiyyə xanımın köməkçisi, eyni zamanda bizim ən balacamız, Xəbərexpress.az saytının ən kiçik yaşlı nümayəndəsi. Xoş gəldiniz siz də. Mən də Xəbərexpress.az saytının rəhbəri, sağ əli, dəyərlisi Rəşad Tərlanoğlu, mən də boşayam. Çox sağ olun. Və Şəlalə xanım, istərdik ki, bugünkü günə bu media nümayəndələr, dəyərlilərimizi, hər biri müğənnilərimiz, bir burada xanımlarımız salamlayasınız. Biz də artıq klipi izləyək və müzakirəsinə başlayaq. Mən də hər birinizə uzun ömür, can sağlığı arzulayıram və məni sevib, sayıb gəldiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm. Var olasınız. Çox sağ olun. Biz təşəkkür edirik sizə və bir sual verəcəm, ondan sonra biz artıq klipi izləməyə başlayacağıq. Və istərdim ki, dəyərli jurnalistlərimiz, dəyərlilərimiz, klipi izləyək. Söyleyin aşkına, gönlümden
Və Yeganə xanım, istərdik ki, bax klipə baxdınız, bəyəndinizmi ümumiyyətlə klipi? Əhməd müəllimə ilk öncədən təşəkkür edirəm. Çünki Əhməd müəllim həqiqətən də gənc müğənnilərin hər zaman yanında olan bir prodüserdir və bayaq bir söz işlətdiniz, əl duzu məsələsi eybi yoxdur. Balıq bilməsə də xalq bilir. Biz hər birimiz bilirik ki, Əhməd həqiqətən də gözəl prodüserdir və onun da yetişdirdiyi müğənnilər hamıya bəllidir də adlarını çəkmək istəmirəm. Reklam olar. Yəni siz düz ünvandasınız Şəlalə xanım. Əvvəla Ruhiyyə xanımla bərabər çalışırsınız. Ruhiyyə xanım mənim dəyərli bacımdır, gözəl həmkarımdır və mediada öz sözünü deyən bir jurnalistdir. Onun elə saytı da öz sözünü deyibdi, özü də öz sözünü deyib. Elə Ruhiyyə Eldar qızı imzası bəsdir. Hər bir klip üçün. Və ikinci seçimimiz də Əhməd müəllim olmaqla düz seçim etmisiniz. Əhməd müəllim həqiqətən də düzgün yol göstərən bir prodüserdir. Müğənnini də qaldıran, yəni o göylərə, zirvələrə onun prodüseridir. Bəli, ona yol göstərən onun prodüseridir və mediada, yəni media güzgüdür. Mediada hər kəs, yəni saytı açanda, müəyyən bir platformaları açanda artıq kimisə tanıyır. İndi bütün nəsil hər biri hər bir platformadan istifadə edir. Deyə bilmərik ki, elə bir nəsil yoxdur ki, onun əlində sensorlu telefon olmaya və o hər hansı bir platformadanmı, saytdanmı istifadə etməyə bu yöndə də düzgün yol tutmusunuz. Klipə gəlmişkən əvvəla tərifləyəcəm, sonra bir balaca öz iradlarımı bildirəcəm. Əvvəla o klip ortağımız heç xoşuma gəlmədi, yalan nə deyim. Klip ortağı. Yəni orada iştirak edən sizinlə bir bəy var idi. O bəy klipə biz onu çəkmirdik. Hə. O bəyi orada mən bunu açıq şəkildə izah edəcəm. Biz orada klip çəkilişində o bəy bizim üzərimizə yürüdü. Hə, hər bir şey. Və məni bir xanım var orada müğənni, bilmirəm adını çəkməyim, dün qeyd etmişdik. Ona bənzətdi. Ona bənzətdi o xanıma məni. Yox, belə çəkə bilərsiniz, Sibelcan. Bəli, ona oxşadı o bəy mənim üzərimə yürüdü və biz onu elə o klipə də çəkdik, elə də qaldı yəni. Amma nəsə, yəni mən bilmirəm. Bu mənim baxış prizmamdır. Nəsə mən bəyənmədim o bəyi. Yəni bu mənim öz yəni sevgi ilə qarşılayıram. Hə, öz rəyimdir. Bir də ki, düzgün seçmisiniz ki, Türkiyədə və türk mahnısını. Amma bundan sonra istəyərdim ki, Türkiyədə Azərbaycan mahnısını da çəkəsiniz. Və Azərbaycan olduğunuzu hər yerdə bildirin. Çünki olmalıdır. Əsasən xalq mahnılarına. Bəli, ölməməlidir bizim xalq mahnılarımız. Çünki onlar bizim milli mənəvi dəyərlərimizdir. Əlbəttə ki. Onlar bizim nənə-babalarımızdan gələn dəyərlərdir ki, biz onu itirməməliyik. Əlbəttə. Bizim elə Amma belə deyim də, üzr istəyirəm, çox üzr istəyirəm. Yeganə xanımdan bəzi yerlərdə razılaşır, bilmirəm, bəzi yerlərdə razılaşıram. Türkiyədə başqa bir yer deyil. Orada bizim öz vətənimizdir. əlbəttə ki. Sadəcə millilik baxımından, Yeganə xanım bax onunla razılaşıram ki, millilik baxımından istəyir ki, özümüzün milli musiqilərimizi də olsun ki, yəni qardaş ölkəmizdir. Orada nümayiş olunsun. Yəni o baxımından da razıyam sizin üçün. Mən özüm musiqişünasam və musiqi fənnindən dərs deyirəm də. Bülbül adlı incəsənət məktəbində dərs deyirəm. İnanın ki, mən o təbliğatımda o qədər böyüməkdə olan nəsli milli mahnıları, bəli, dəyərlərə yəni yönəldirəm və deyirəm ki, mütləq bax milli mahnıları bilin, muğamlarımızı bilin, bunları ölməyə qoymayın. Biz artıq yaşa doğru gedirik də. Biz estafeti veririk gənc nəslə. Gənc nəsil də onu itirməməlidir. Bəli, Biz yəni Azərbaycan xalqı istəyirəm ki, həmişə böyüsün, yekəlsin. Yəni incəsənətdə də, təhsildə də, səhiyyədə də. Niyə də yox? Çünki biz böyük bir, yəni xalqıq, bəli. Bizdə təhsil də öndədir ki, heç kim deməsin ki, təhsilimiz öndə deyil. Səhiyyəmiz də öndədir, musiqiçilərimiz də öndədir. Yəni ki, bizdə olan musiqiçilər heç bir dövlətdə ola bilməz. Rüya xanım az öncə dediyi mahnının 3 dənə ücə yazmışdır. Azərbaycan musiqisi. Nə gözəl. Bəli. Təbrik edirəm sizi buna görə. Həqiqətən təbii. Çünki Azərbaycanlı qızısınız, bəli. Bizimiz olduğu üçün bəlkə də mən bu düşüncəyə qatılmamışam. Amma belə deyim ki, amma artıq bizim 3 dənə mahnımız ücə yazıldı. Sizin o dediyiniz mahnılar yazıldı. Çox Şəlalə Cansel, sizin Azərbaycan şou biznesinə qatılmaq fikriniz varmı? Və kimlərlə əməkdaşlıq etmək istəyirsiniz? Bu haqda biraz məlumat verərdiniz, zəhmət olmasa. Qabaqcadan təşəkkürümü bildirirəm. Əhmədlə danışıb bir qərara gələcəyik inşallah. Bəli, irəliləyən zamanlarda. Başqa
Başqa Kimlərlə istəyirsiniz əməkdaşlıq eləyəsiniz? Məsəl üçün. Bəstəkarlarla. Aha, bəstəkar da əmək yenə edən- Əhməd hamısını Bəli, təşkil eləyəcək. prodüserimiz onunla məsləhət edəcək, bu belə olacaq. Və müğənnilərlə dostluq deyirsinizsə, yəni belə istəyərəm ki, mənim müğənnilər və Aygün Kazımova var. Yəni ümumiyyətlə onlar bir örnəkdirlər. Mən bunu dün də qeyd etdim. Onlar çox böyük bizə örnəkdir və biz onların yollarını davam etdirsək, mən umaram ki, çox böyük Sevilərsiniz. həm sevilərik, həm də böyük zirvələrə qalxarıq. Çünki onların yolunu getmək çox gözəl olar. Mən Bəli. belə düşünürəm. Bəli, bəli. Elə istərəm ki, çevrəmdə də elə sənətkarlarla dostluğum olsun hər zaman. İnşallah, inşallah. Sizə uğurlar Hamısını da buradan arzulayıram. salamlayırıq. Yəni, Çox sağ olun. Təşəkkür Təşəkkür edirik edirik. Mətanət Çox sağ olun. xanım. Və istərdim ki, klipimizlə bağlı dəyərli jurnalistlərimiz, vizajist xanımımız nə söyləyərsiniz? Salamlayıram. İlk öncə xeyirli olsun Çox deyirəm. sağ olun. Sizə sualım odur ki, siz geyimlərinizə baxıram və orada aksesuarlarınızı, geyimləri dəyişirsiniz, amma aksesuarınızı dəyişmişsiniz. Sadəcə bir yerdə dəyişmisiniz sırğaları. Yəni mənə elə gəlir ki, hər geyimə uyğun dəyişsəz daha yaxşı olar. Özünüz Çox gözəl sağ olun. xanımsınız. Bəli. barədə- O sizin gözəlliyinizdir. Çox sağ olun. Bir də deyirəm Və xeyirli orada bilirsiniz olsun. ki, bizim stil geyindirir. Mən bunların heç birinə qarışmıram. İstərdim ki, xanım bir geyim tərzində olsun. Bayaq mən özünə əldə etdim Şəhərli xanımın. Çox istərdim ki, məsələn, geyim tərzi dəyişib bir paltar belə deyək də, yəni o formada görmək Bəli. məncə daha məqsədə uyğun olardı. Yəni oyunu, tərzi deyib gülməyi və o paltarla tamamlana bilərdi. Bəli, doğru söylüyorsunuz. Bundan sonra dediyim kimi hər şey yüksək səviyyədə İnşallah. olacaq. İnşallah. Təşəkkürlər dəvət üçün. Bura bu gün dostlar yığışıb. Yəqin ki, tənqidi pis başa düşməzsiniz. Yəni Bəli, bura bəli, deyir buyurun, dost xoş. sözü acı da olsa amma düzgün olar. Yəni hamımız tərifləsək bir şey çıxmaz. Çünki səhvləri çıxarmaq lazımdır ortaya. Bəli. Birinci mövzum, mən özüm patriot olduğum üçün onu deyəcəydim. Xanım məni qarşıladı, qabaqladı. Hansı ölkədə olurum olsun, birinci mən Azərbaycan mahnısını oxuyaram orada ki, yəni onu hər yerdə göstərərəm. Yəni Türkiyədəmsə türk mahnısı oxumağa ehtiyac Bəli, yoxdur. bəli. Çünki türklər yox, bizim mahnılar oxusunlar. Çünki bizim mahnımız çox zəngindir. Klipə gəldikcə, klipdə montaja çox qarışmıram çünki mən yəni o daha da biraz çox keçmişlərə qaytarıblar. Əgər onu yeni başlamısınızsa, o yeni bir aranjmanda olmalı idi. Maraqlı bir trap yığmaq olardı və ya arabesi yüksək səviyyədə yığılmalı idi ki, mahnı oynatsın. Çünki oynaq mahnıdır. Bu ilk növbədə. Bu indi kim elib aranjmanı qarışmıram. İndi kimlərlə işləyirsə o heç. Gəldik çıxdıq klipə. Klipdə 2 dənə nüans xoşuma gəlmədi montajda. Orada bir dənə bir yer var, gəminin qabağında sizi 2 dəfə göstərir. Yəni bu 90-cı illərin montajında var idi. O toyda elə bir reklam edirdilər ki, bir nəfəri 2 dəfə göstərirlər. O mənasız bir şeydir, o montaj deyiblər onu. İkincisi o həmin o bayaqda ona xanım toxundu, o kişinin ora gəlib getməyi. O olar. Yəni belə bir çəkilişlərdə, montajda, klipdə bir şey var ki, yolda misal üçün kimsə düşür, onu Bəli. saxlayırlar kadrda. Amma siz yolsuz gezmirsiniz, onu saxlayasınız. Siz orada rəqs edirsiniz. Yəni game o deyil. Ola bilər siz misal şəhərdə gezə-gezə mahnı oxuya-oxuya gedirsinizsə, o işin yolda misal kimsə keçirsə onu saxlayırlar. Bu ola bilər də keçdi. O deməyəcək oradan keçmə. Bəli. Bu təbii görsənə bilər. Amma orada siz rəqs edirsiniz, game başqa, səhnə qurmusunuz belə baxanda. O orada sizin yanınızda oynamaq, özü o gamedə biraz aşağı salır. Gözəlliyə gözəllik qatmaq amacında olublar. Amma gözəlliyi aşağı salıb da. İndi zövqlər müxtəlifdir. Bəyənənlər də var, bəyənməyənlər də var. Və mən belə qeyd edim ki, mən Türkiyə mənim üçün çox əzizdir. Hər zaman hər yerdə qeyd etmişəm ki, biz birik. Yəni orada oxursaq da Azərbaycan mahnısını ya Azərbaycanın burada da oxusaq, yəni bu belə alınıb, onu düşünməmişəm. Və orada yaşadığım üçün düşünməmişəm bir də. Çünki mən 12 ildir orada yaşayıram, bunu hər kəs bilir. Yəni indi artıq sizin dediyiniz, qeyd etdiyiniz kimi istəyirəm ki, buradakı o yeni yazılan mahnılarımızdan inşallah orada da bir gözəl səhnələr alaq və dəvətlərimiz də var, inşallah olacaq da. Xeyirli Olsun olsun ya. bir də. Klip haqqında fikir bildirmək istəyirəm. Buyurun, buyurun. Klip biraz kədərli mövzudur. Bir xanım öz sevdiyindən ayrılmaqdan bəhs edir. Ancaq bu klipi siz gülərək, rəqs edərək təqdim edirsiniz. Biraz orada məncə uyğunsuzluq var. Mənim fikrim var. Çox xoş oldu. Belə söyləyim, yazılan bu ümumiyyətcə bir Kürt mahnısıdır. Bu Kürt mahnısını bizim bəstəkarımız Camal Onay, buradan salamlayıram. Onu Türk mahnısı və pop üzərində bəstələdi.
Orada sadece bunu deyir ki necə anlatacağım belə? Yəni bir daha sevməyə tövbələr olsun. Belə gülə-gülə anladıram ki, orada yəni o sevgi məndən yanıb artıq bitdi də, uzaqdır demək istəyirəm orada onu. Sadəcə onu arabesk deyil, yəni klasik olsa mən orada kədərli klip də çəkdirə bilərdim və oynamaya da bilərdim. Çünki bizim bir klipimiz də var orada kədərli. İndi irəliləyən zamanlarda inşallah Əhməd bəy onu da belə toplanarıq bir yerə. Təqdimat, bəli. Orada mesela kədərli bir klipdir və bizim orada hər şey kədərlidir. Sözlərə uyğundur. Ama burada o pop şarkısıdır. Ben orada oynamasam olmayacak. Biraz şıdırğı rəqs edirsiniz. Bir də Olsun, iki övladınız var. Biz belə bilirik. Ay canım. Hansı övladınız istəyirsiniz sizin sənəti davam elətdirsin? Necə? Bəli, sizin hansı övladınız istəyirsiniz ki, sizin sənəti davam elətdirsin? Aslında istemiyorum. Biri institut okuyor Türkiye'de, öyle kardeş devlette çok yüksek seviyede bir institut okuyor orada, üniversite okuyor. Uğurlar. Bəli. Ama biri artık öyle okumuyor, böyle diyeyim. Yani o başka bir işi var. Yok, biznes. Küçücük bir yerde böyle de Türklerdeymiş. Biznesi var onun. O da Antalya'dadır, Türkiye'de. olsun evladlarınız. Hayır. Çok çetin bir sənətdir. Bəzən mənə deyirlər ki, arada evdə qal üzünü görək. Üzümü görmürlər. Və umumi götürsək elə orada da, burada da 1 saat ya 2 saat vaxt ayırıram, onlarla dərdləşim, oturum. Çünki yetişə bilmirəm. Başa düşdüm. İşlər çox olur. Uğurlar arzu edirəm sizə. Teşekkür ederim. Söylədi ağlından keçən fikirləri. Mən də onları təsdiqləyirəm. Uyumsuzluqlar var. İnşallah ki, onlar düzələr. Aranjmandır, geyimdir, vizajist deyim. Bunlar uyğun gəlmir deyə, tamamlamır deyək də bir. İndi burada yeni stilistlərlə, yeni aranjmanlarla hər bir şeyi sıfırdan başlayıb hər şeyi təzədən edəcəyik və bir proqram hazırlamışıq kimlərlə işbirliyi edəcəyik. İlerleyen zamanlarda yeni burada mahnı yazır ve klip çektirip təzədən mətbuat konferansı edip hər birinizi toplayacaq bura. Yeni bir klipin fikirlərini söyləyərsiniz. Onda da inanıram ki, çok güzel olacak. Bəli, sırf Azərbaycanda Yayımlanacaq. bəli, hamısı yayımlanacaq. Təşəkkür edirəm. Mən Ruhiyyə xanımın yaxın dostuyam. Ona görə buradayım. Xeyirli olsun. Ruhiyyə xanımın yaxın dostuyam. Eyni zamanda rejissorumuz. Bir söz deyim, burada kadr baxımından deyim, kəsadlıqdır çox. Montajda kadrlar düzgün yığılmayıb. Mən musiqisini eşitməmişəm, amma hərəkətlərdən görürəm ki, dinamik mahnıdır bu. Çünki burada gəzinti olmalı idi, hərəkət olmalı idi. Bir də dəniz qırağındakı geyim uyğun deyir. Orada don olsaydı daha uyğun olardı. Stilist qızartı şeyler, ona diyeyim ki, qara köynə, qara saç olduğu için qırmızı qoyub ki, seçilsin, amma rənglənmədə çox abartı rənglənib. Bəli, rəng katmaq üçün. Çox rənglənib, çünki qırmızı orada həddən artıq çox görünür. Yarpaqlarda yaşıl dəhşət çox bilinir. Amma zəhmətimiz çoxdur. Yox, bilirəm, zəhmət əlbəttə ki, İstanbulda klipin çəkilməsi, bilirəm, indi büdcə bilmirəm nə qədərdir, amma büdcə çox işlənib, bilirəm, baxmaqla, görüntüyə baxmaqla bilinir ki, çox işlənib. Zəhmət də çoxdur. Amma sadəcə olaraq onu bildirim ki, yəni kadr cəhətdən çox kəsadlıq var. Çünki bu dinamik mahnıda gəzinti daha çox olsaydı, çünki ancaq sredni planlar işlənib, prupni planlar işlənib, offşi plan dəniz qırağında bir yerdə də o da dayanan gəmidir. Heç olmaya arxada elə kadr tutmaq olar ki, gəmi dənizə gedən bir o hərəkətdə olsa daha maraqlı olar. Çünki cəlb eləyən olsun. Bu bilirsin nə oxşayır? Deyim də, xromakiyanın qarşısında çəkilib, arxasına fon atılıb. Stilist o dedilər, hamı xanımlar bildirdi. Düzdür, dəyişilməli idi, sırğa dəyişilməli idi. Pomada hər geyimə uyğun çəkilməli idi. Çünki eyni pomadadır, daha da rənglənib. Həm pomada, həm də sırğalar, qızartı çoxdur orada. Arxa fona baxsı, yarpaqlara, yaşıl, o rəngdə yarpaq yoxdur həyatda. Bəli, amma burada mən bir məqama da toxunmaq istəyirəm. Çox sağ olun, fikirlərinizə hörmətlə yanaşıram. Orada tək dəniz kənarı deyil. Biz orada İstanbul'da o gəmini mən götürmüşdük. Biz götürmüşdük gəmini. Tək mənə məxsus idi o gəmi. Onun da içində çəkiliş olub. Amma nəsə ondan heç danışılmadı. Ona görə deyirəm ki, kadr cəhətdən çox kəsadlıq var. Yox, mən görmüşəm. Buna baxanda elə bir ki, xromakiyanın qarşısında çəkilib arxasına fon atılıb. Çünki o gəmi hərəkət eləsəydi, ən azından bir dəfə getdi. Çünki o kadra baxanda, yəni baxan adam deyəcək ki, o xromakiya idi, yaşıl parçanın qarşısında çəkilib, dəniz fonu atılıb ora.
Yəni o bildirir. Çünki orada heç bir hərəkət yoxdur. Suya diqqətlə baxsın uzaqdan hələ bir ki, ona da xromakeydə hərəkət vermək olur, qrafikada ləpə yaratmaq olur. Bəli. Heç orada ləpə də yoxdur, bilinmir. Sadəcə onu bildirmək istədim ki, yəni sağ olun. əziyyət çəkilib. Çünki bilirəm ki, büdcəsi də çoxdur bunun. Bəli. Bəli, o 100%-dir də. Hə, yəni büdcəsi Bütçəni də falan çoxdur. təbii ki, onlar hamısını deməlisiniz irəliləyən dəqiqələrdə. Təşəkkür edirik. Bizim peşəkar rejissorumuzdur. Bəli. Azər bəy, minnətdarıq. Mən Fikirləriniz sağ olun. önəmlidir həqiqətən Xeyirli də olsun. bizim üçün. Çox sağ olasınız. Murad Qaflanov, efir formatına uyğundur, hə yox. Uğurlar arzu edirəm. Yəni hə deyirəm ki, qoy xanımın könlünə görə olmaz. Yox, hə deyirsiniz, amma o hə irəliləyən vaxtlarda Əslində 50-50 fikirləşdim, amma hə kimi qəbul edirəm. Çox Tamam. sağ olun. Mən Elnarə xanım, zəhmət olmasa. Efir formatına uyğun klipdir yoxsa yox? Valla çətindir demək, çünki xanım gözəl xanımdır. Əziyyət çəkilib. bəli, bəli. Çox istərdim ki, hə deyim. Çox sağ olun. Amma Çox istərdim. çox istərdi hə desin, amma hə Olsun, bundan gözəl klipləriniz olsun. Ki o klipdə yox sözü eşitməyəsiniz inşallah ki. inşallah. İnşallah, inşallah. İnşallah. Yeganə xanım buyurun. Düzdür, çox əziyyət çəkilib və vəsait qoyulub. Buna görə mən də elə həmkarımla razıyam. Hə demək istəyərdim, amma həqiqətən də televiziyalarda belə kliplərin olmasını Xanım istəmirəm. bilməz yəqin ki, düzün deyim. Yox, amma səbəbini gətirə bilərəm. Niyə? Görüntü gözəl, səs gözəl. Bu sferə elə bir şeydir ki, ilk nə göstərdin, Bəli. onu ilə səni qarşılayırlar. Pis göstərdinsə, elə də gedəcək. Sonra ondan artıqdır nəsə üçün deyəcək, yox, həm iki klipdir, həm iki insandır. Daşa tutularsa qurtardı getdi. İlkin ən gözəli ilk olmalıdır. İlkdən inədirsə, o ilə partlatdısa bizim dildə sferdə desək. olacağam. Hə, Azərbaycan yəni bizdə bu sferdə nədir? İlkdə partlatdınsa, sonra nə çəkirsən çək, onu qəbullanacaq. Əsas ilkdir. Burada deyil. Ona görə yox dedim ki, burada partladar. Yəni Ben de onu deyirəm da. görüntü gözəl, səs gözəl, amma bu kliplə, bu yenə deyirəm, aranjmanla heç kəs bəyənməyəcək. Daşa tutdular ki, ikincidən neynəsə eləyini mümkün deyil. Ama İstiqlal- burada mümkündürsə, burada da yaxşı olacaq. Sözsüz indi bu səhvlərə qarşılıq edib ondan yaxşı eləməlisən. Bəli, İkinci bəli. lap İbrahim Tatlıses'in ansamblı çalsa orada yenə tutmayacaq. Çünki birincidə yadda o qalır. Bəli, bəli. Necə ki ilk mahnını kim partladır, ondan sonra gözəl bir müğənni mahnı oxusa qəbullanmır ha. Bax bu da həmin şeydir. Anam olub. İlk tənqid anam olub və sonra evladım üzr istəyirəm ifadəmə görə böyüklərdən oğlum olub. Bəyənmədi. Sözün düzü bəyənmədi və mən ilk növbədə ailəmə söz verdim və sonra sizə söz verdim ki, bundan sonra hər şey yüksək səviyyədə olacaq və ilk növbədə hər zaman vurğuladığım kimi Allaha, prodüserімdən özümə çox güvənirəm. Və peşəkarlara müraciət eləyəsiniz hər zaman. Bəli, bəli. Bu elə də olacaq. Sahə ümumi götürsək, hər bir şey bir-birini tamamlamalıdır. İstər geyim, istər makyaj, istər səs birinci növbədədir. Bunların hər biri olmalıdır və gözəl bir yol tutmalısan. O yolla da o zirvəyə inşallah qalxmalısan. Mən Bəli. belə düşünürəm. Və sir deyilsə bu klipə nə qədər vəsait xərcləmisiniz? Mənim bir tək bu klipim deyil. Mənim Türkiyədə bir neçə klipim var. Prodüserim də bilir, siz də artıq bilirsiniz ki, mənim Türkiyədə kliplərim var. Bunun açıqlamaq da istəmirəm. Amma açıqlamaq qılısınız ki, çünki büdcəni bilmək istəyirlər. Yəni orada Sözü bilirsiniz. gedən klipdən gedir, sadəcə başqa yox bu klipdən. Mənim kliplərim orada çox gözəl bir, böyük bir platformada, öncəki kliplərim inşallah onu da izləyərsiniz buradan çıxdıqdan sonra, çox böyük bir platformada paylaşılıbdır. Açıqlaya bilərəm yəqinən ki. Bəli, buyurun. Net Müzik şirkətində paylaşılıbdır. Çox böyük bir platformada. Başqa kliplərimdə, o da Türkiyədə çəkilib. Bu İstanbulda, onlar Antalyada çəkilib. İnşallah izləyərsiniz boş vaxtlarınızda. Umarım ki onları bəyənərsiniz. Və çox götürsək belə, yəni Azərbaycan Türklər para deyir də. Aha. Azərbaycan parasından çox bir para gedir. Yəni həm Yəni büdcəniz- çox, həddindən artıq çox. Çünki ora elədir Siz ki, qeyd etməmisiniz nə qədərdir? Biraz bütçə bizim puldan çox çıxıb da tam olaraq məbləği deyə bilməz müqaviləyə əsasən. çox, sadəcə bir onu bilin ki, çoxdur. O elə bir yerlərdə, böyük platformalarda düzdür, mən böyük platformalara para verməmişəm, pul verməmişəm. Onlar özü məni sevib, özləri paylaşıb orada Aha. və Təmənnasız. təmənnasız. Sadəcə kliplərə mənim param gedibdi, pulum gedibdi. Amma heç bir platformalara, heç bir o şirkətin bilirsiniz ki, biri də Amerikadadır. Heç bir şirkətə mənim bir
belə desək Lori dilində bir köpük param çıxmayıbdı və təmannasız belə. Sponsorlarımız var. Xeyr, mənim özümün sponsorum. Bəli, bəli. Gələcəkdə özünüzü hansı yerdə görmək istəyərdiniz? Özümü çox böyük zirvələrdə görmək istəyirəm. Çox böyük səhnələrdə görmək istəyirəm. İstər canlı mahnılarımla, muziklərimlə, istər kliplərimlə çox böyük başarıları əldə etmək istəyirəm, imzalar atmaq istəyirəm və belə deyim, bir balaca türk mahnısı ifa edəcəm yenə. Aha, buyurun. İçimdən gəldi. Amma çox oxumayacağam. Bir bənd ifa edin. Rastlarsa gözlerim yaşlı yavruna, suçunu bağışla, sarıl boynuna. Biz bize yaşarken geldik oyuna, eller kadar kıymet bilmiyor anne, senin kadar kimse sevmiyor anne. Bütün anaların elinden öpüyorum. Duymadık sevginin şirin tadını, vurma kalbimize hicran odunu. Eşit sevenleri gel feryadını, ne olur Allah'ım ayırma bizi, ne olur ya Rabbim ayırma bizi. Teşekkür edirik. Çox sağ olun, var olasınız. Minnət sizə uğurlar arzu edirik. Təbii ki, tənqidlərə əsas odur ki, açıq oldusa zirvəliyə gedən yoldur. Mənim sırğamın mənası, şübhəmin mənası kraliça deməkdir. Ben göstərək. Kraliça. Bəli. Səhnəyə kraliça gəlir. Artıq, bəli, səhnəmizin artıq divası var idi. İstədim ki, kraliçası da olsun. Niyə də olmasın? Biz də ümid edirik ki, təbii ki, siz də o məqsədinizə çatarsınız. Növbəti dəfə bax elə bu məkanda istəyirik ki, yığışaq. Gözəl bir işin təqdimatını, Şəlalə, Can Səsin gözəl klip təqdimatına, hansı ki göstərsin ki, siz bəyənmədiyiniz o klip bax qaldı. Mən bax bu kliplə gəlirəm, öz tamaşaçı sevgimlə sizin qarşınıza çıxıram. Təşəkkür edirəm. Bəli, bəli, yenə də söyləyirəm, sadəcə mən bu klipdə geyim, rəssamlıq, obraz məni qane etmədi. Bir daha təşəkkürümü bildirirəm və gedirik ki, yenidən gələk digər sənətçilərimizin klip təqdimatında sizlərlə görüşək. Sağ olun, sağlıqla qalın. Vardım bir karara, gönlümü kapattım hayın sevdalara. Artık üzülmek yok o vefasız yara, söyleyin aşkını gömdüm mezara.